Salam, hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Mən Fərəzli Fərid. Bugün sizlərlə Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün nəşr etdirdiyi informatika test toplusunun növbəti bölməsi olan kompüterin aparat təminatı bölməsinin test izahlarına baxacağıq. İzahlara keçid etməmişdən əvvəl xatırlatmaq üçün bildirim ki, videoların açıqlama qismində bizim ödənişsiz WhatsApp qrupumuzun linki var. O qrupa qoşularaq hal-hazırda davam edən ödənişsiz dərslərdən faydalana bilərsiniz. Və ya bizim ödənişli dərslərimizə də yazılıb imtahanda yüksək nəticələr əldə edə bilərsiniz. Vaxt itirmədən keçək testlərimizin izahına. Birinci sualla başlayırıq. Monitorun növlərini müəyyən edin. Monitorun növləri biz bilirik ki, köhnə tipli monitorlar elektron şüa borlu monitorlar idi. Sonra maye kristal, plazma və hal-hazırda ən yeni tipli monitor növü LED monitorlar hesab edilir. Hal-hazırda biz ikisini görürük cavablarda, yəni plazma ilə LED monitorlar cavablarda yoxdur. Ona görə maye kristal və elektron şüa borlu cavablarını götürürük. Cavabımız olacaq C variantı. Bir də ştrik kod skanerin növüdür, matrisli printerin növüdür, lazerli isə printerin növüdür. Yəni onlar bizim suala uyğun variantlar deyil. İkinci sual. Kompüterin məhsuldarlığına təsir edən əsas amilləri müəyyən edin. Demək, rəng imkanları printerə aiddir, prosesorun sürəti aiddir kompüterə, ekranın diaqonalı aid deyil, ekranın çözümlüyü aid deyil, operativ yaddaşın həcmi aiddir kompüterin məhsuldarlığına. Bundan başqa, məsələn, video adapterın orada kadr tezliyidir, xarici yaddaşın həcmidir. 9-cu sinif dərsliyində də bu haqda qısa məlumat var. Oradan da əlavə material kimi oxuya bilərsiniz. Deməli, cavabımız olacaq 2-5, yəni D variantı. Üçüncü sual. Yalnız çıxış qurğuları olan variantı seçin. Sensor ekran həm giriş, həm çıxışdır. Proyektor çıxışdır. Modem həm giriş, həm çıxışdır. Printer çıxış qurğusudur. Web kamera giriş qurğusudur. Deməli, yalnız çıxış olanlar 2 ilə 4 B variantı. Əslində sensor ekran da çıxış qurğusu hesab edilir, amma həm giriş, həm çıxış olduğu üçün biz onu, çünki həm sensordan tabletə və yaxud da deyək ki, kompüterə, telefona komanda verə bilirik, həm də oradan məlumat ala bilirik. Amma təkcə çıxışları istədiyi üçün götürdük 2 və 4-ü. İnformasiyanı uzun müddətli saxlamaq üçün nəzərdə tutulan yaddaş qurğularını müəyyən edin. RAM operativ yaddaş aktiv proqram və verilənləri saxlamaq üçündür və müvəqqəti saxlayır, enerjidən asılıdır. SSD xarici yaddaşdır və hazırda olan ən sürətli xarici yaddaş qurğusudur. Keş yaddaş prosesorun RAM-a müraciətini, yəni operativ yaddaşa müraciətini sürətləndirmək üçün quraşdırılan bir daxili yaddaş qurğusudur. Hard disk, sərt disk xarici yaddaş qurğusudur. Verilənləri uzun müddət saxlamaq üçündür. Disket də verilənləri uzun müddət üçün saxlanır. İndi istifadə olunmur sözcük, amma əvvəllər məşhur bir yaddaş qurğusu olub. Cavabımız olacaq 4-cü sualda C variantı. Mikroprosesorun əsas parametrini müəyyən edin. Təbii ki, mikroprosesorun əsas parametri onun tak tezliyi olacaq. Cavab olacaq D variantı. Bu bölməmiz nəzəri bölmədi, amma yenə də istəmədim üzərindən keçim. Dedim, bəlkə kiminsə çətinliyi olar deyə istədim izahlarını çəkim. İnformasiya daşıyıcılarını müəyyən edin. Deməli, kasetlər informasiya daşıyıcısına aiddir. Digitizer hal-hazırda mən də istifadə edirəm. Giriş qurğusu, yəni yazını daha rahat yazmaq üçün, sıçan vasitəsilə yazmaq olmur deyə. Digitizer, yəni digər adında qrafik planşet, o informasiya daşıyıcısı deyil. Sadəcə giriş qurğusudur. Sonra flash yaddaş informasiya daşıyıcısıdır. Monitor, mətn və qrafik informasiyanı çıxışa vermək üçün olan çıxış qurğusudur. Sonra CD-ROM daşıyıcıdır, skaner isə giriş qurğusudur. Deməli, 1, 3 və 5 olacaq bizim cavabımız. Keş yaddaş nədir? Əslində, bayaqları səhv eləmirəmsə dedim, operativ yaddaşın, yəni prosesorun operativ yaddaşın sürətini artırmaq üçündür.
Sadəcə variantlara baxa bilərəm. Prosesorun mikrosistemdə olub, sürətli yaddaşdır. Elə burada əslində A variantı ola bilər. Sadəcə bir balaca izah verim buna. Nə işə yarayır? Deməli, əvvəllər ümumiyyətlə keş yaddaş kompüterlərdə olmuyor. Prosesor hər dəfə hər hansı bir proqramı emal etmək üçün gedib onu operativ yaddaşdan götürürmüş. Və kompüterin məhsuldarlığına həm prosesorun sürəti, həm də operativ yaddaşın sürəti hər ikisi aid olduğu üçün bəzən olurdu ki, bunlar hər ikisi sürətli olurdu, amma onların arasında olan şeyin, yəni o verilənlərə o sürətə uyğun belə deyək, daşıya bilmirdi deyə kompüterdə gecikmə baş verirdi. Bu problemi aradan qaldırmaq üçün prosesorun daxili mikrosistemlərinə keş yaddaş yerləşdiriblər və keş yaddaşın işi nədir? Prosesor bir dəfə emal etmək üçün hər hansı bir proqramı, faylı, veriləni operativ yaddaşdan götürür və keş yaddaş onun nüsxəsini özündə saxlayır. Artıq ikinci, üçüncü, dördüncü dəfələrdə həmin proqrama müraciət edəndə prosessorda onun RAM-dan yox, yəni operativ yaddaşdan yox, öz daxilində olan keş yaddaşdan götürür ki, burada da sürət artmış olur. Deməli, 8-ci sual. Sistem lövhəsi üzərində yerləşməyən qurğuları müəyyənləşdirin. Sistem lövhəsi üzərində disket yerləşmir. Səs kartı yerləşir. Plot deyir, deməli, çıxış qurğusu printerin bir növüdür. Yerləşmir. Sərt disk yerləşmir. Prosesor yerləşir. RAM yerləşir. Deməli, 2, 5, 6. 2, 5, 6... Aha. 2, 5, 6 cavabını görə bilmirəm sadəcə. Hə, yerləşməyən deyirəm, mən yerləşənləri götürmüşəm. Deməli, 1, 3, 4. 1, 3, 4. 1, 3, 4 Y variantı. Deyirəm, heç cavab yoxdur burada. Deməli, səs kartı yerləşir. Sərt disk, yəni hard disk. Sistem bloku daxilində olsa da uşaqlar, sistem lövhəsi üzərində yerləşməyən bir qurğudur. CPU prosesordur, ona görə sistem lövhəsi üzərində yerləşir. Hətta ölçüsü 2 sm-nin kvadratdır, 2 kvadrat santimetr. ROM da yenə də daimi yaddaşdır, o da sistem lövhəsi üzərində yerləşir. Yerləşməyənlərdə bu minus qoyduqlarında cavab olacaq. Deməli, Y variantı. 9-cu sual. Hansı klaviaturanın funksional düymələrinə aiddir? Deməli, funksional klavişlər F1-dən F12-yə qədər olan klavişlər funksional klavişlərə aiddir. Məsələn, burada cavabımız olacaq A variantı. Sonra ondan əlavə, məsələn, xidməti klavişlər var ki, məsələn, kontroldur, altdır, shiftdir, bunlar. Sonra kursorun idarə olunması klavişləri var. Ox klavişləri və yaxud da 4 dənə də digər klaviş vardır. Home, End, Page Down, Page Up. Hərf rəqəm klavişləri var. Sonra sadə, məsələn, rəqəm klavişləri var. Klaviaturanın sağ tərəfində olur. Kalkulyatorun rəqəmlərini xatırladır. Bunlar klaviatura klaviş qruplardır. Bizdən funksiyonalı istədiyi üçün F1-dən F12-yə qədər hansını görsək, onlar cavab kimi götürəcəyik. Sonra 10-cu sual. Operativ yaddaş qurğusunu müəyyən edin. Operativ yaddaş RAM-dır da, bu heç bu rahat bir şeydir. Sonra sistem lövhəsi üzərində olanları müəyyən edin. Mikroprosesor olur, operativ yaddaş olur, sərt disk olmur, CDR olmur. Genişləndirmə yuvaları biz onlara slot deyirik, onlar da olur. Deməli, yeri gəlmişkən bu slotla portun da fərqini deyim, bəlkə lazım olar. Variantı bir nişanlayaq. Deməli, slotla portun fərqi odur ki, genişlənmə yuvaları, yəni slotlar kompüterin öz daxili imkanlarını artırmaq üçündür. Məsələn, RAM slotu olur, nə bilim, digər, məsələn, müəyyən qurğuların özünün slotu olur da. Port isə xarici qurğuları kompüterə qoşmaq üçündür. Burada da cavabımız olacaq 1, 2, 5. Hansı uzun müddətli yaddaş qurğusudur? Uzun müddətli yaddaş xarici yaddaşdır, bu da sərt diskdir. Klaviatura nə üçündür? İnformasiyanı emal etmək üçün bu
prosesordur, informasiyanı daxil etmək üçün. Əslində daxil etmək üçün, yəni mətn tipli informasiyanı daxil etmək üçün bir qurğudur. Daxil etmə qurğusu deyil, klaviatura plot deyil, printerin bir növüdür və rulon kağız formasında çapa aparır. Çıxış qurğusudur, daxil etmə qurğusu deyil. 15-ci sual. Kompüter bu qurğularsız istifadə oluna bilər. Deməli, printer olmadan istifadə. Məsələn, prosesor olmasa verilənlər emal olunmaz. Daimi yaddaş, yəni ROM olmasa BIOS proqramı ki var ROM-da, o əməliyyat sisteminin 2 yüklənməsini təmin edir və artıq belə olan halda belə deyim də, o əməliyyat sistemi yüklənə bilməyəcək və kompüter istifadəçi ilə qarşılıqlı dialoqu qura bilməyəcək. Amma printer olmasa kompüter işləyər. Sonra CD olmasa kompüter işləyər, plotter olmasa kompüter işləyər. Və bunlar o qədər də vacib qurğular deyil kompüter üçün. Cavab olacaq C variantı. Fərdi kompüterlərin növlərinə aid deyil. Fərdi kompüterlər, masaüstü kompüterlər aiddir, super kompüterlər aid deyil. OVC kompüterlər aiddir, notebooklar aiddir, planşetlər aiddir. Sinif dərsliyində də bunun dərsi var. Verilmiş qurğulardan hansı masaüstü fərdi kompüterlərin standart qurğularına əsas hissəsinə aid deyil? Siçan hal-hazırda əsas qurğu kimi götürülür. Sistem bloku, həmçinin monitor götürülür. Scanner əsas qurğu deyil. Klaviatura isə standart əsas qurğulara aiddir. Sonra 18-ci sual. Aşağıda 5 müxtəlif kompüterə aid parametrlər verilmişdir. Parametrləri müqayisə edin və ən güclü kompüteri müəyyən edin. Birinci Intel Core i3 prosesorun markasıdır. Burada i7'dir. Burada i5 prosesordur. Burada i7, burada isə i7 prosesor. Tak tezliklərinə baxsaq, 3,2 GHz budur, 3,2 GHz budur, 3,1 GHz budur və D və G variantında isə 3,6. Deməli 3,2, 3,2, 3,1, 3,6, 3,6. Aha, D və Y arasında seçim aparacağıq hal-hazırda. Məsələn, operativ yaddaşlarına baxsaq, 16 GB, 32 GB, təbii ki, Y artıq daha çoxdur. DDR3 markalı RAM-dır. Bunların operativ yaddaşları, məsələn, 8 GB, 16 GB, 12 GB. Baxmayaraq ki, B-də də 16 GB-dır. Amma burada prosesorun D-də tak tezliyi daha yüksəkdir. Ondan sonra RTX video kartın burada markası 3066 GB-dır, digərində isə 3068 GB-dır. Bütün standartlardan görsənir ki, ən yüksək, burada 1 TB xarici yaddaşdır, sərt diskdir. Burada isə 512 SSD-dir. SSD sərt diskə görə daha sürətli bir yaddaşdır. Ona görə parametrləri yüksək olan kompüter burada Y variantında olan kompüter olacaq. Demək, cavabımız olacaq Y variantı. Notebook diaqonalı 21 düyüm olan monitora malikdir. Bu monitorun diaqonal ölçüsü santimetr ilə təxmini olaraq hesablayın. 21 düyümü vuracağıq 2,54-ə. Çünki 1 düyüm 2,54 santimetrdir. Vaxt getməsin deyə tez bazarıraq. Deməli 21 vur olsun 2,54. 53 %34 elədi. Biz götürəcəyik bunu 53 santimetr. Ekranın ölçüsü diaqonal ölçülür, düyümlə ölçülür və 1 düyüm 2,54 santimetrdir. Sonra böyük həcmli təsvirlərin çap edilməsini həyata keçirən zamanı printer əvəzinə hansı qurğudan istifadə olunur? Böyük həcmli çapı aparmaq üçün bayaq da məlumat verdim ki, plotter daha böyük kağızda çap apara bilir və rulon kağız olur. Orada artıq əsasən dizaynerlər falan və yaxud da layihəçilər daha geniş belə deyək istifadə edir bu qurğudan. Cavab olacaq Y variantı.
Yalnız daxil etmə qurğularını müəyyən edin. Kamera, mikrofon, printer, xaric etmə qurğusudur. Monitor xaric etməlidir. Qrafik planşet, sistem, monitor xaric etməlidir. Klaviatura, kamera, skayner cavab olacaq D variantı. Sonra Y variantında nə idi? Plotter burada yenə də xaric etmə qurğusudur. Xarici yaddaş qurğularını müəyyən edin. RAM daxilidir, gerisinə baxmağa ehtiyac yoxdur. Kompakt disk, DVD, RAM yenə daxilidir. RAM daxilidir, keş yaddaş daxilidir. Maqnit lenti, disket, CD isə xaricidir. Prosesorun takt tezliyinin ölçü vahidi nədir? Deməli, ümumiyyətlə prosesorun tezliyin ölçü vahidi, prosesoru qoyduq bir yana, tezliyin ölçü vahidi herzdir, prosesorun da tezliyinin ölçü vahidi herzdir. Sadəcə indi hal-hazırda artıq gigaherzdən istifadə olunur. Amma ümumi ölçü vahidi kimi herz götürülür. Cavab olacaq Y variantı. Kompüter işləyərkən hansı qurğu cari anda aktiv proqramları özündə saxlayır? Aktiv proqramları özündə saxlayan qurğu RAM-dır. Sonra, klaviaturanın xidməti klavişləri olan sıranı müəyyən. Bayaqları sanki bunları saydım, amma yenə də bir baxaq. F1 funksional klavişdir. Home, End, Page Up, Page Down kursorun idarə olunması klavişidir. Page Up kursorun idarə olunması klavişidir. Enter, Tab, Ctrl, Insert, Delete xidməti klavişlərdir. Y-də isə F12 yenə də burada aiddir. Demək, daha funksional klavişə, Home məsələn kursorun idarə olunması klavişinə. Sadəcə birinci silirəm ki, vaxt çox getməsin. Cavabımız olacaq D variantı. Hansı xarici yaddaş qurğusu deyil? Xarici yaddaş qurğusu RAM deyil. Çünki RAM daxili yaddaşdır, operativ yaddaşdır və verilənləri müvəqqəti saxlamaq üçündür. Aha. Prosesorun əsas funksiyası nədir? İnformasiyanı daimi saxlamaq. Saxlamaq üçün deyil, ümumiyyətlə nədir? Prosesor əsasən hər hansı bir məlumatı emal etmək üçün istifadə olunur. İnformasiyanı müvəqqəti saxlamaq deyil, kompüterin enerji ilə təmin edilməsi bu qida blokudur. Qrafik informasiyanı ekrana çıxarmasını təmin edir. Bu video adapterdir. Məlumatların emalı idarə olunması cavab olacaq Y variantı. Operativ yaddaşın RAM-ın funksiyası nədir? Aktiv proqramları və verilənləri müvəqqəti saxlamaq üçündür. Bayaqdan bir neçə dəfə sanki demişəm bunu, ona görə əlavə vaxt itirməyəcəyik bundan. Sərt disk hansı məqsədlə istifadə olunur? Ümumiyyətlə, xarici yaddaşlar bir qayda olaraq bilin ki, verilənləri uzun müddətli saxlamaq üçündür. Sərt diskdə xarici yaddaş olduğu üçün uzun müddətli verilənləri saxlamaq üçün. Məsələn, B variantında məlumatları müvəqqəti saxlamaq bu RAM-dır, müvəqqəti saxlayır. Keş yaddaşdır, məsələn, o da enerjidən asılıdır. Video yaddaş da enerjidən asılıdır. Kompüter enerji ilə təmin etmək bu qida blokudur. İnformasiyanı emal etmək prosesordur. Proqram təminatını idarə etmək üçün yenə də bu ümumi məsəl üçün götürəndə proqram təminatını idarə edir. Deyək ki, məsələn, prosesordur, ümumi kompüterin işini idarə edir. 30-cu sual. Ana plata üzərindəki genişlənmə yuvaları hansı məqsədlə istifadə olunur? Genişlənmə yuvaları kompüterin imkanlarını artırmaq üçün. Qrafik təsvirlərin emalı deyil, elektrik enerjisini idarə etmək deyil, proqram təminatını yüksəltmək. Proqram təminatını yüksəltmək deyil, əslində monitorun işini təmin etmək deyil, xüsusi qurğuların qoşulması üçün. Əslində bu Y variantı burada cavab kimi götürülür. Deməli, amma bayaqları düşünürəm ki, bunun daha ətraflı izahını verdim ki, genişlənmə yuvaları və yaxud da genişlənmə slotları əsasən kompüterin öz daxili qurğularının imkanlarını artırmaq üçündür. Məsələn, deyək ki, RAM 8-ci gedib, məsələn, həmin slota əgər varsa, ikinci slotu, bir də 8 GB-lıq RAM taxtırıb, məsələn, 16 etmək olur. Və yaxud da məndə digər kompüterdə SSD slotu var idi özünün üstündə, amma SSD yox idi. Məsələn, ona M2 SSD taxtırdım, sürətli SSD və belə deyək də, əvvəlki versiyasından qat-qat sürətli işləməyə başladı. Belə, deməli,
31-ci suala baxırıq. Əgər operativ yaddaşın həcmində çatışmamazlıq yaranarsa, bu kompüterə necə təsir göstərər? Baxın, biz kompüter seçəndə, məsələn, məndə hal-hazırki kompüterin operativ yaddaşı 32 GB-dir. Yəni, parametrləri kifayət qədər yüksək bir kompüterdir. Məsələn, ən son prosesordur, Ultra 9 275HX prosesordur, 24 nüvəyə sahibdir. Yəni, biz hər hansı bir, belə deyim də, kompüteri seçəndə ilk öncə onun parametrlərinə baxırıq. Məsələn, operativ yaddaş əgər ki, bitsə, məsələn, aktiv proqramları biz bir neçə proqramı paralel şəkildə açsaq, təbii ki, operativ yaddaşın limiti dolacaq və belə olan halda artıq əməliyyat sistemi virtual yaddaş deyilən bir anlayış var. Uşaqlar, gedib xarici yaddaşda o virtual yaddaşı qurur özü üçün. Aktiv proqramları orada saxlayır. Və məsələn, sərt disk olanda xarici yaddaş qurğusu, sərt disk qurğusu operativ yaddaşa görə qat-qat sürəti aşağıdır. Aşağı olduğu üçün və burada artıq belə deyək də, o aktiv proqramları operativ yaddaşın sürətinə uyğun olaraq prosesora məsələn verə bilmir, prosesor emalda məsələn onu götürmədə gecikir falan, kompüterin ümumi məhsuldarlığını aşağı salır. Yəni, biz ona donma deyirik ki, kompüter başlayır donmağa. Ona görə operativ yaddaşın həcminin artıq olması vacibdir. Donmaya da bizdə belə deyək, o elmi dildə deyilər, kompüter daha yavaş işləyir. Daha yavaş işləyir, burada cavab olacaq D variantı. Video adapterın əsas funksiyası nədir? Təbii ki, görüntünü ekrana çıxarmaq. Cavab olacaq B variantı. Onsuz da qrafik təsvirlərin emalı və ekrana ötürülməsi başqa uyğun cavab burada yoxdur. SSD və sərt disk arasında fərq nədir? SSD təbii ki, sərt diskə görə kitab 2-3 dəfə yazır, amma mən düşünürəm ki, bəlkə onlarla dəfə daha sürətlidir. Həm də indi SSD-nin ümumiyyətlə sürətli versiyaları çıxıb. 33-cü sual belə. 34-cü sual. Sistem lövhəsi üzərində hansı qurğu yerləşmir? Sistem lövhəsi üzərində portlar var, RAM var, genişlənmə yuvaları var, sərt disk yoxdur, prosesor var. Yerləşməyən sərt disk. Prosesorun tezliyi hansı vahidlə ölçülür? Bayaqları sanki belə bir sual vardı, herz idi, burada gigaherz verib, B variantı. Proqram təminatı əsasən kompüterin hansı yaddaş qurğusunda quraşdırılır? Təbii ki, xarici yaddaş qurğusu, sərt disk və yaxud da SSD ola bilər. Burada sərt disk verib. Demək, qrafik təsvirlərin emalı üçün hansı qurğu daha uyğundur? Təbii ki, video adapter qurğusu. Hansı qurğu yalnız çıxış qurğusudur? Yalnız çıxış qurğusu. Klaviatura giriş, mikrofon giriş, monitor çıxış, Skyner giriş, sensor ekran həm giriş, həm çıxış. Deməli, uyğun cavabımız olacaq C variantı. Monitor hansı informasiya növündən istifadə, nə deyir? Monitor hansı informasiya növünü istifadəçiyə təqdim edir? Vizualda ola bilər. İndi onun səs çaldanı falan da səsli olur, amma əsas təbii ki, monitordan biz vizual informasiya alırıq. Sonra məntiqi ardıcılığı tamamlayın. SSD, sərt disk, CD-R, növbətli yaddaş qurğusu burada DVD. A variantı. Sistemi tamamlayın. Keş yaddaş. Daxili yaddaş qurğusudur. Bu heç xarici yaddaş. Prosesorun verilənlərə müraciəti zamanı gecikmələrin təsirini azaldır. Bəli, azaldır. Əsas funksiyalarından biri odur. Və 3 səviyyədə keş yaddaş var. İnformasiyanı uzun müddət yadda saxlayır. Səhvdir, bu xarici yaddaş qurğulardır. Sürəti 1 saniyədəki kadrların sayı, bu da video adapter qurğusudur. Cavabımız olacaq 1-3, yəni A variantı. A iddir, səhv eləmirəmsə, baxın mənə. 1-3 A variantı. Təkliflərdən hansılar doğrudur? İnformasiya xarici yaddaş qurğularında saxlanılır. Düz. Keş yaddaş informasiyanı daimi olaraq yadda saxlayır. Enerjidən asılı yaddaş olduğu üçün təbii ki, belə bir şey mümkün olmayacaq. Sonra, prosesorun nüvəsi yalnız mürəkkəb riyazi hesablamalar üçün nəzərdə tutulub. Bu da səhvdir. Yalnız riyazi mürəkkəb hesablamalar yox. Prosesor ümumiyyətlə riyazi və məntiqi əməliyyatları kompüterdə aparır və kompüterin işini idarə edir.
Və nüvənin sayı nə qədər çox olarsa, prosesor bir o qədər paralel əməliyyat apara bilər. Məsələn, məndə dediyim kimi, bundan əvvəlki kompüterdə cəmi 4 nüvə var idi. İndi o 4 nüvəyə uyğun paralel əməliyyat apara bilir. Hazırkında, məsələn, 24 dənə nüvə varsa, deməli, ondan daha çox məlumatları paralel şəkildə emal edə bilir. Sonra, ən sürətli xarici yaddaş qurğusu sərt disk qurğusudur. Təbii ki, bu da səhvdir, SSD-dir. Sonra, ekranın üfüqi və şaquli istiqamətində nöqtələrin sayını ekranın çözümlüyünü müəyyən edir. Bu da düzdür. Deməli, cavabımız 1-5 D variantı olacaq. 43-cü sual. Doğru mülahizələri müəyyən edin. SSD xarici yaddaş qurğusudur. Scanner giriş qurğusudur. Printerlər lazerli və matrisli olmaqla yalnız 2 növə ayrılır. Əslində, deyim, bir başqa cür yazı printerlərin növlərini. Bizim üçün, müəllimlər üçün olan kitabda bir başqa cürdür. Deyim, biraz daha sanki yüngül formasını yazıb. Printerlər ümumiyyətlə 2 növə bölünür. Zərbli və zərbsiz olaraq. Və zərbli printerlərə matrisli və literli printerlər daxildir. Zərbsiz isə məsələn şırnaqlıdır, lazerlidir, termiklidir, məsələn printerlər aiddir. İndi burada printerlər lazerli və matrisli olmaqla yalnız 2 növə ayrılır fikri səhvdir. Disket ən sürətli yaddaş qurğusu səhvdir. Ən sürətli yaddaş qurğusu ümumiyyətlə, ən sürətli yaddaş, registr yaddaşdır, prosesorun yaddaşı. Mikrofon çıxış qurğusudur, bu da təbii ki, səhvdir, giriş qurğusudur. Cavab olacaq 1-2 D variantı. Sistem lövhəsi üzərində yerləşən komponentlər hansılardır? Genişlənmə yuvaları var, sərt disk yoxdur, joystick yoxdur, prosesor var, operativ yaddaş, yəni RAM var. Var 1, 4, 5. 1, 4, 5 B variantında. Uyğunluğu müəyyən edin. Xarici yaddaş qurğuları, deməli, çıxış qurğuları, giriş qurğuları. RAM ümumiyyətlə heç birinə getməyəcək. RAM çünki xarici yaddaş qurğusu deyil, giriş qurğusu deyil, çıxış qurğusu deyil. Web kamera aiddir giriş qurğularına. Deməli, giriş qurğuları bura B gedəcək. Plotter çıxış qurğularına. Sonra, prosesor yenə də heç birinə aid deyil. SSD isə xarici yaddaş qurğularına, bu da gələcək Y. 1-ə Y, 2-yə D, Y, D. Hə, mən D yazmışam. Deyirəm, niyə uyğun cavab gəlmir? Demək, plotterə deyib götürüb D yazmışam bura. 2-yə C, deməli 1-ə Y, SSD. 2-yə C plotter, 3-ə isə B web kamera. Deməli, cavab olacaq C variantı. Sonra, davam edirik. Hansı fikirlər yanlışdır? Kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı müəyyənləşdirmək üçün maqnetik skanerlərdən istifadə olunur, düz. İnformasiya yaddaş qurğularında emal olunaraq prosesorda saxlanılır, səhv. Prosesorda emal olunub, yaddaş qurğularında saxlanılır. Vaxt getməsin deyə də digər variantları oxumuram. Hansı fikir doğrudur? Lazerli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçülür. Bəli, düzdür. Matrisli printerlərin sürəti saniyədə çap etdikləri simvolların sayı ilə ölçülür. Bunu özümdən deyirəm, variantlarda yoxdur. Sadəcə bəlkə belə deyək ki, kömək olarsa. İlk monitorlar maye kristal monitorlar, elektron şüa borlu idi, ona görə səhvdir. CD qurğularında daha çox video informasiya, bu DVD-dir. Monitorda görüntülər tamamlayıcı rənglərdən, əsas rənglərdən RGB, red, green, blue, göy, qırmızı, yaşıl rənglərindən istifadə olunur. Tamamlayıcı rənglər isə abidir, sonra magentadır, yellowdur. Yəni, firuzəyi, bənövşəyi, sarı. Kompüterin internetə bağlanması şəbəkə kartı olmayan ədəblər da səhvdir. Cavabımız olacaq A variantı. Sonra davam edirik. Kompüterin məhsullarına təsir edən əsas faktorları müəyyən edir. Monitorun keyfiyyətli əks etdirilmə. Nədir? Monitorun keyfiyyətli əks etdirilməsi. Əslində, video adapterın məhsuldarlığı daha çox aiddir. Çünki
dərslikdə də qeyd olunub ki, hətta orada belə bir cümlə var, deyir 70 kadrdan az olanda 1 saniyədə insan beyni o titrəməni hiss edir və daha tez yorulmuş olur. Ona görə biz monitorun keyfiyyətli əks etdirilməsini əsas məhsullarlıq kimi götürə bilmərik. Prosesorun tak tezliyini təbii ki, götürməliyik. Yüksək keyfiyyətli çap ümumiyyətlə heç monitora aiddir, bu printerə aiddir. Video sistemin məhsullarlığı, yəni video kartın məhsullarlığı aiddir. Web kameranın web kamera nə əlaqə? Operativ yaddaşın həcmi bu da aiddir. Deməli olacaq 2, bunların da üstündən göyə xət çəkmişdim. 2, 4 və 6. 2, 4, 6 yəni A variantında. J variantı seçəlim uşaqlar. 2, 4, 6 A variantı. Sonra yenə də asan bir sualdan. Əslində ümumi götürsək bu bölmə çox çətin, yəni əzbərlənəsi bir bölmədə çətin yəni bir şey yoxdur. Proyektor çıxış qurğusudur. 2-yə gedəcək A. Klaviatura giriş qurğusudur. 1-ə gedəcək B. Monitor yenə çıxış qurğusudur. C. Sərt disk yaddaş qurğusudur. D. Web kamera giriş qurğusudur. Y. B, Y, A, C. B, Y, A, C, D variantı. Sonra sistem blokunun daxilində olan xarici yaddaş qurğularının müəyyənliyi. Sərt disk, RAM daxili yaddaşdır, ROM daxili yaddaşdır, SSD xarici yaddaşdır, sistem blokunun daxilində olur. Cache isə yenə daxili yaddaşdır. Deməli, 1-dən 4 xarici yaddaş qurğulardır və sistem blokunun daxilində yerləşir. Hansı fikirlər doğrudur? Fərdi kompüter istifadə oluna bilər. Deməli, web kamerasız təbii ki, istifadə oluna bilər. Burada bir problem yoxdur. Daxili yaddaşsız istifadə oluna bilməz. Məsələn, ROM-dur, RAM-dır, cache-dir, prosesoru, məsələn, yaddaş registrdir. Bunlarsız ola bilməz. Prosesorsuz olmaz, printersiz olar. Yəni, 1-dən 4 olar burada cavab kimi götürmək olar. Sonra hansı təkliflər doğru təklifləri müəyyən edir? Skaner kağız üzərində olan informasiyanı kompüterə daxil edən qurğudur. Bəli, öz elektron versiyada daxil edir. Demək, skaner kağız üzərində olan informasiyanı kompüterə daxil edən qurğudur. Monitorun üfüqi və şaqili nöqtələri dedikdə onun diaqonalı nəzərdə tutulur. Ölçüsü dedikdə əslində onun diaqonalı nəzərdə tutulur. Burada fikir, belə deyim də, tam deyil. Lazerli printerlərin sürəti 1 saniyədə çap olunan simvollar sayı bu matrisliyə aiddir. Monitordakı piksellərin sayı nə qədər çoxdursa, görüntü keyfiyyəti o qədər çox olacaq. Təbii ki, bu belədir. Klaviaturada delete klavişi kursordan sağdakı simvolları silir. Bu da düzdür. Delete kursordan sağı silir. Backspace isə kursordan solu silir. Cavabımız olacaq nə oldu? Deməli, 1, 4, 5. 1, 4, 5 C variantında. Sonra informasiyanı yalnız xaric edən qurğular. Qrafik planşet, yəni digitalizer daxil etmə qurğusudur. Sensor ekran həm daxil etmə, həm xaric etmədə, printer xaric etmədir, skaner daxil etmədir, səs çaldan xaric etmədir. Cavab olacaq A variantı. Sonra, fərdi kompüterlərin əsas tərkib hissələri dedikdə hansı qurğular nəzərdə tutulur? Monitor mütləq olmalıdır, web kamera vacib deyil, siçan olmalıdır, sistem bloku olmalıdır, klaviatur olmalıdır, digərləri isə vacib deyil. Əsas 4 qurğudur. Cavabımız olacaq, deməli, 1, 3, 4, 5 elə D variantı. 1, 3, 4, 5. Sonra 55-ci sual. Lazer printerlərin sürəti 1 dəqiqədə çap edilən bilən səhifə sayı ppm, page minut, per minut ilə ölçülür. Çap sürəti 22 ppm olan printer 180 saniyə ərzində neçə səhifə çap edər? Bu da əgər 1 dəqiqədə 22 səhifə çap edirsə, 180-i bölərik
60-a, bu edər 3 dəqiqə. 3 dəqiqəni də vurarıq 22-yə, bərabərdir 66 səhifə. Onlar Y variantı. Sonra 56-cı sual. Uyğunluğu müəyyəndir. Xidməti klavişlər, kursorun idarə olunması klavişi, funksiyonal klavişlər. Aha. Deməli, xidməti klavişlər baxırıq, tabdır, escape'dir, kursorun idarə olunması klavişləri page up'dır və nə var idi başqa? End'dir. End. Page up, məsələn, nə iş görür? Deyək ki, bir ekran boyu, məsələn, əgər biz sənəd faylı açmışıqsa, sənədi bir ekran boyu yuxarı qaldırır. Və yaxud da end, kursoru, məsələn, sətrin sonuna aparır, home əvvəlinə gətirir. Bunlar təbii ki, nəzəri məlumatlardır. Bunları mütləq öyrənmək lazımdır. Funksiyonal klavişlərdə F1-dən F12-yə qədər. Görüm, hələ bu variantları var, yoxsa... Bu, açıq suallardır buradan. Deməli, 1-ə gedəcək. 1-ə gedəcək. C və D 2-yə gedəcək. 2-yə hansını zəmişəm. Deməli, A və Y 3-ə isə gedəcək B. 1 C-də 2 A-Y, 3 isə B. Sonra, kompüterin parametrlərinə əsasən uyğunluğu müəyyən edin. Əməli yaddaşın tutumu, sərt diskin tutumu. Deməli, DDR markası olan DDR3, 4, 5 fərqi yoxdur. Bu, RAM-ın markasıdır. Əməli yaddaş olacaq 32 GB. HDD, hard drive disk və yaxud da SSD. Bu isə xarici yaddaşı bildirir. Burada sərt disk soruşduğu üçün də burada HDD yazılıb. Bunu düşünürəm tapmaq daha rahatdır. 2 terabayt. Deməli, 32 GB 1-ə gedəcək A, 2-yə gedəcək C. Deməli, uyğunluğu müəyyən edin. Tak tezliyi, nüvə, keş yaddaş. Eyni anda emal olunan informasiyanın bitlərinin miqdarı bu prosesorun mərtəbəlidir. Bu ümumiyyətlə heç aiddir heç birinə. Hər bir elementar əməliyyata sərf olunan zamandır. Bu da 1 saniyə desəydi, məsələn, C variantındakı 1 saniyədə yerinə yetirilən elementar əməliyyatların sayıdır. Bu olardı, 1-ə gedərdi C. Prosesorun bilavasitə hesablama işlərini görən hissəsidir, onun nüvəsi D. Operativ yaddaşdan oxuma yazma zamanı verilənlərin nüsxəsi yazılır. Prosesorun operativ yaddaşı sürətini artırır. Bu da olacaq Y, yəni keş yaddaş. 1C, 2D, 3Y. Sonra uyğunluğu müəyyən edin. Kursorun idarə olunması klavişləri, xidməti klavişlər, funksiyonal klavişlər. Kursorun idarə olunması, yenə deyirəm, ox klavişlərdir. 4 dənə sağa, sola, yuxarı, aşağı və home, end, page up, page down. Deməli, 1-ə gedəcək, baxırıq. Backspace. Əslində, backspace burada gördüyü iş nədən ibarətdir? Kursordan solda olan simvolları silmək. Yəni, sırf kursorun idarə olunması klavişinə aid deyil. Ona görə burada 1-ə gedəcək. Deməli, D, yəni page-a, bir ekran boyu kursoru yuxarı daşıyır. Xidməti klavişləri olacaq. Deməli, nə var burada? Backspace. Əslində, backspace burada xidməti klaviş götürüləcək. Deyirəm, bu kursora aiddir. Deməli, backspace, qoy silin bunları daha rahat. Baxaq. Funksiyonal klavişləri F5, Y. ABC hərf rəqəm klavişləridir. Yəni, ABC klavişləri hərf rəqəm klavişləridir. F13 isə F12-də artıq bitir. F13 klavişi yoxdur ümumiyyətlə. Bu da ona görə getdi. 1-ə D, 2-yə A, 3-ə isə Y getmiş olacaq. Sonra kursorun idarə olunması klavişləri. Yenə də baxırıq. Yaza-yaza silək ki, daha rahat olsun.
Caps Lock registri dəyişmək üçündür. F15 deyək, klaviş yoxdur. Demək, 1-2, 0-1-2-3 bu rəqəm klavişlərdir. Home gələcək buradır. Girdi. Xidməti klaviş. Caps Lock. Deməli, A. Dediyim kimi, registri dəyişmək üçündür. F1 isə bu da gələcək Y. D, A, Y. 60-da da belə bir cavabımız olacaq. Demək, uyğunluğu müəyyən edən lazerli printeri, matrisli və şırnaqlı. Bu printerə iynələr dəsti görüntünü rəngləyici lent üzərindən kağıza vurur. Deməli, ümumiyyətlə belə bir şey deyim ki, iynələr həm matrislidə var, həm də şırnaqlıda var. Sadəcə burada məsələ nədən ibarətdir? Deməli, matrislidə iynələr döyəzləməklə bir növ çap edir. Amma şırnaqlıda iynələrdən mürəkkəb püskürtmək üsulu ilə çap edir. Yəni, mürəkkəb püskürdür. İndi burada görək nə deyir? Bu printerlər iynələr dəsti görüntünü rəngləyici kağız üzərindən kağıza vurur. Vurursa deməli zərbliyə aiddir. Vurmaq, zərbli, zərbsiz. Bayaq dediyimdə 2 növ bölünür. Bura gələcək A. Bu printerlər məlumatı kompüterin yaddaşında saxlamaq üçün elektron formaya çevrilir. Bu elektron formaya çevirmək skanerə aiddir. Bu printerlər malların üzərinə vurmuş, bu da ştrik kod skanerlərdir, bu da skanerdir. Bu printerlər toner vasitəsi, toner lazerli printerlərdədir. Deməli, bura gələcək D. Bu printerlərin çap prosesi mürəkkəbin çox kiçik damcılardan kağıza çilənməsi ilə aparılır ki, bu da şırnaqlı printerlərdir və ən geniş yayılmış növüdür printerlərin. Yəni, həm qiyməti münasibdir. 4 rəngdən ibarətdir. Yəni, çap çıxaran yerlərdə ancaq demək olar ki, 90%, 80% bu printerlərdən istifadə olunur. Və gəldik son sualımıza, uyğunluğu müəyyən edin. Monitor, printer, skaner, ştrik kod, skanerin növüdür. Diagonal ölçüsü. Ümumiyyətlə, bu monitora aiddir, qalsın hələ ki, ola bilsin, bəlkə də hamısını seçmək lazımdır. Sözün açıq desin, baxmamışam hələ testlərə. Deməli, matrisli printerin növüdür. Şırnaqlı printerin növüdür. Diagonal ölçü aiddir monitora, düyümlə ölçülür. Video adapter da aiddir monitora. Deməli, B, D, C, Y və son olaraq A. Bununla da artıq bir bölmənin də testlərin izahının sonuna gəldik. Növbəti bölməmiz artıq aparat təminatının testləri olacaq, əməliyyat sistemi ilə qarışıqdır. Düşünürəm ki, sizlər üçün faydalı olacaq. Yenə də nəzəri bölməkdə, amma üzərindən keçmək istəmədim. İstədim ki, çəkim haradasa çətinliyiniz olsa, belə deyək də, kömək olsun sizə. Sağ olun, növbəti videolarda görüşərik.